Gürcüstan 2025-ci ilin Uşaq Avroviziya mahnı müsabiqəsinə ev sahibliyi etməyə hazırlaşır. Avropanın ən nüfuzlu uşaq müsabiqəsinin finalı 13 dekabrda keçiriləcək və 18 Avropa ölkəsindən nümayəndələr iştirak edəcək. Onların arasında Ranina'nın qalibi Anita Abkaryan da olacaq. Geniş miqyaslı şounu Mədəniyyət Nazirliyi Starring Georgia və Gürcüstanın birinci kanalı təşkil edəcək. 1 dekabrda bütün 18 ölkənin nümayəndələri Tbilisiyə səfər edəcək və məşqlərə başlayacaq. 2025-ci il Uşaq Avroviziya mahnı müsabiqəsinə Olimpiya kəndi ev sahibliyi edəcək. Konsertin biletləri 1 dekabrdan etibarən satılacaq. Möhtəşəm şounu Liza Tsiqlauri və Datuna Aladaşvili aparacaqlar. Avropa Yayım Birliyinin texniki qrupu 1-ci kanal komandası ilə birlikdə layihə üzərində işləyəcək. Bugün Gürcüstanın Mədəniyyət Naziri və Gürcüstan İctimai Yayımçısının baş direktoru mətbuat konfransı keçirərək qarşıdan gələn müsabiqəni müzakirə ediblər. Almaniya səfirinin hərəkətləri Gürcüstanın Xarici İşlər Naziri tərəfindən qiymətləndirilib. 1-ci kanalın günün mövzusu proqramında Makabuçurishvili deyib ki, səfirin vəzifəsi ölkələr arasında münasibətləri müsbət istiqamətdə dəyişmək və dərinləşdirməkdir. Lakin Almaniya səfirinin məsələsində bu belə deyil. Xarici İşlər Nazirinin sözlərinə görə Peter Fischerlə görüş yaxın keçmişdə baş tutub, lakin o Almaniya səfirliyinin nümayəndəsindən ölkəmizə münasibətdə köklü müsbət dəyişikliklər gözləmir. Nazir izah edir ki, Fischerin hərəkətlərinə səbr etmək məcburiyyətində qalmasına baxmayaraq, münasibətlərdə müəyyən bir məhdudiyyət var və bundan sonra siyasi hərəkətlərinə müvafiq siyasi cavablar veriləcək. Makabuçurishvili viza liberalizasiya məsələsinə toxundu və izah etdi ki, bu Gürcüstanda radikal gündəm yaratmaq üçün bir mexanizmdir. Gürcüstan əhalisi üçün vizasız səyahətin niyə ləğv edilməli olduğu ona aydın deyil. Xarici İşlər Naziri ümid edir ki, bu qərar qəbul edilməyəcək və Avropa İttifaqı Gürcüstan vətəndaşlarını cəzalandırmaq məsələsinə yenidən baxacaq. Avropa Parlamentinin üzvləri bugünkü hesabatı 35 səs lehinə, 8 səs isə bitərəf olmaqla qəbul etdilər. Direktiv xarici lobbiçiliyin artan təbiətini və demokratik proseslərə mümkün xarici müdaxiləni aradan qaldırmağı hədəfləyir. Qaydalar Avropa İttifaqı siyasətinə, qanunvericiliyinə və ya qərar qəbul etməsinə təsir göstərməyə yönəlmiş fəaliyyətlərə şamil edilir. Yeni Avropa İttifaqı şəffaflıq qanunu Avropa Parlamentində tənqid olunub. Avropa Parlamentindəki solçu qrupun üzvü Leyla Şeyv qanunun Macarıstan və Gürcüstan qanunlarına bənzədiyini və düzəlişlərin edilməsinə tələb etdiyini söyləyir. O mətnin parlamenti sarsıdan insanlara şamil edilmədiyini, əksinə vətəndaş cəmiyyətindəki insanları damğalamağı hədəflədiyini deyir. Müxalifət baş nazirin Eagle Hills layihəsi ilə bağlı izahatlarını tənqid edir və hökumətin milli maraqları nəzərə almadığını bildirir. Onlar İrakli Qobaxidzənin parlamentdəki çıxışını səriştəsiz adlandırırlar. Baş nazir qanunverici orqanda 2 suala cavab verdi. Suallardan biri son dövrlərin ən rezonans doğuran investisiya layihəsi Eagle Hills ilə imzalanmış müqavilə ictimaiyyətə açıqlanmadığı üçün müxalifətin şübhə etdiyi ərəb investisiyaları ilə bağlı idi. İkinci məsələ təhsil islahatı idi. Baş nazir ali təhsil sisteminin keyfiyyətcə transformasiyasının zəruri olduğunu bildirdi. Hakim komandanın sözlərinə görə baş nazir onların verdiyi sualları ətraflı cavablandırıb. 4 oktyabrda Prezident Sarayının yaxınlığında baş verən hadisələrlə əlaqədar saxlanılan 13 nəfərin məhkəməyə qədərki iclası Tbilisi şəhər məhkəməsində keçirilib. İclasda sübutların qəbul edilməzliyi müzakirə edilib. Bugün saxlanılanlara tətbiq edilən qətimkan tədbiri də nəzərdən keçirilib. Prokurorların sözlərinə görə saxlanılanlara tətbiq edilən qətimkan tədbiri həbs qüvvədə qalmalıdır. Çünki təqsirləndirilən şəxslərin qaçması və yeni cinayətlər törətməsi təhlükəsi var. Lakin vəkillər siyasi tədbirlərdən danışaraq saxlanılanların həbsini ləğv edilməsini və girov qoyulmasını istəyirlər. Hakim bütün təqsirləndirilən şəxsləri həbsdə saxlayıb. Prokurorluq saxlanılanları strateji və xüsusi əhəmiyyətli obyektləri ələ keçirməyə və bloklanmağa cəhd etməkdə, qrup halında törədilməkdə və qrup zorakılığında iştirak etməkdə ittiham edir.
Yeni infrastruktur layihələri, xidmətlər və yeni il tədbirləri bugün paytaxt hökumətinin iclası keçirilib və orada bir sıra vacib məsələlər müzakirə olunub. Qaxa Qaladzenin sözlərinə görə Saqadze meydanından Vaxuşdi körpüsünə qədər bərpa işlərinə başlanılacaq və infrastruktur yenilənəcək. Həmçinin yaxın gələcəkdə yeni il işıqlandırılmalarının quraşdırılması başa çatacaq və şəhərin 12 dekabrda yeni il rəngləri ilə işıqlandırılması planlaşdırılır. Parlament qarşısında aclıq edənlərin bəziləri etirazın 31-ci günündə aclıq aksiyasını dayandırmaq qərarına gəliblər. Gedevan Popxadzenin sözlərinə görə etiraz aksiyasının bir neçə iştirakçısının bu qərarı onların səhhətinin pisləşməsi ilə bağlıdır və tibb işçiləri onlara müvafiq tövsiyə veriblər. Hazırda 6 nəfər parlament qarşısında aclıq aksiyanı davam etdirir. Onların sözlərinə görə etiraz iştirakçılarının tələbləri dəyişməzdir. Yeni parlament seçkilərinin təyin edilməsi və etirazlar zamanı saxlanılanların qeyd-şərtsiz azadlığa buraxılması. Bugün saat 20:50-də Gürcüstan basketbol komandası dünya çempionatının seçmə mərhələsinə başlayır. İlk oyun Tbilisidə Ukraynaya qarşı keçiriləcək. Canlı yayım Gürcüstanın 1-ci kanalı və Gürcüstan radiosu tərəfindən təmin ediləcək. Tbilisidə Gənclik və Sağlam Həyat adlı tematik görüş keçirildi. Görüşdə Tbilisi Dövlət Universitetinin Gürcü tələbələri, o cümlədən 1+4 proqramı üzrə erməni, Azərbaycanlı və digər etnik qruplar iştirak edib. Sağlam həyat mövzusunda təqdimatlarla çıxış ediblər. İclasda gənclər arasında alkoqolizm və narkomaniya, eləcə də qumar aludəçiliyi problemi, onun qarşısının alınması yolları müzakirə edilib. Sağlam həyat tərzinin populyarlaşdırılmasına xüsusi diqqət yetirildi. Tədbir Gənclər Agentliyinin dəstəyi ilə həyata keçirilən tərəqqi üçün yeni nəsil etniklər arası münasibətlərin təşviqi və Gürcü tələbələrin vətəndaş inteqrasiyası layihəsi çərçivəsində keçirildi. Tərəqqi üçün yeni nəsil təşkilatı Gənclər Agentliyinin dəstəyi ilə Gürcüstan tələbələrinin millətlər arası münasibətlərinin və vətəndaş inteqrasiyasının təşviqi layihəsini həyata keçirir. Layihənin məqsədi etnik azlıq gənclərinin vətəndaş inteqrasiyasını, məlumatlılığını və təhsil səviyyəsini artırmaqdır. Bugünkü görüşümüz gənclər və sağlam həyatdır. Bundan əlavə bugün tez-tez qarşılaşdığımız və olduqca çətin bir problem olan alkoqol və narkotik asılılığı, qumar kimi çətinliklər və sosial təsir amilləri haqqında danışacaq. Bu təkcə mənim üçün deyil, hər kəs üçün çox vacib bir layihədir. Layihənin təşkilatçısı cənab Mixailin qeyd etdiyi kimi, hamımız monoetnik mühitdə böyümüşük və buna görə də təkcə ermənilərlə deyil, həm də gürcülərlə münasibətlərimizin olması vacibdir. Münasibətlərimiz sanki hər görüşdə daha da möhkəmləndir. Müxtəlif tədbirlərdə iştirak etmək əlbəttə ki, çəkingənli hissimizi azaldır. Bugünkü mövzuya gəldikdə isə alkoqol və narkomaniya, qumar oyunları ilə bağlı təqdimatımız olacaq. Göstəricilər topladıq və ölkəmizdə alkoqol və narkomaniya, qumar oyunlarının nə qədər artdığını və ya azaldığını görəcəksiniz. Gənclər Agentliyinin gənclər təşkilatlarının gücləndirilməsi üçün qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilən tərəqqi üçün yeni nəsil təşkilatı etnik azlıqlardan olan gənclərin iştirakı ilə çox maraqlı və geniş miqyaslı bir layihə həyata keçirir. Layihə çərçivəsində onlar iştirakçı proseslərdə fəal iştirak etmək, eləcə də müxtəlif təhsil və idrak fəaliyyətlərində iştirak etmək imkanı əldə edəcəklər.